Sumağı dəmlə iç, qaraciyərin dərmanıdır. Tərtəmiz təmizləyir qaraciyəri. Mədə bağırsağı motor kimi işlədir. Metabolizmanı sürətləndirir. Ürək, damar xəstəlikləri riskini minimuma indirir. Böbrək və sidik yollarında olan xəstəliklərə, soyuq dəyməyə, sistitə tamamilə son qoyur. Heç bir dərmanın göstərmədiyi təsiri göstərir. Necə hazırlanır, necə içilir? Ekrandakı ürəyi qızart və profilin üzərindəki plus işarəsinə toxun. Götürürsən 200 ml bir stəkan qaynar suyun içinə bir xörək qaşığı qırmızı sumağı atıb 20 dəqiqə dəmlədirsən, sonra içirsən. 20 gün davamlı şəkildə eləyirsən. Mükəmməl faydaları var. İlk gündən fərqi hiss eləyəcəksən. Videonu hər kəslə paylaş və bu cür paylaşımların davamı üçün məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan əzzatın Baloğlanla hər zaman sağlam qalan.